Süni intellektin inkişafı artıq təhsil sahəsində də yeni imkanlar yaradır. Bu texnologiyanın gələcəkdə hansı peşələri əvəz edəcək və müəllimlərin fəaliyyətinə necə təsir göstərəcəyi ən çox müzakirə olunan məsələlərdəndir. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, süni intellekt bir sıra işləri avtomatlaşdıra və müəllimin fəaliyyətini asanlaşdıra bilər. Lakin müəllimin şagirdlə ünsiyyəti, fərdi yanaşması və tərbiyə prosesindəki rolu əvəz olunmazdır. Tədris prosesində biz indi bugün müzakirə ediriksə ki, təhsil məsələsini, burada daha çox hansısa bir incə məqamları əvəz edə bilər, amma müəllimi əvəz etmək bu hələ uzun bir məsələdir. Sadəcə diqqət yetiriləcək məqam ondan ibarətdir ki, qarşıdakı dövrdə mən əminəm ki, süni intellektdən effektiv istifadə etməyən müəllimlər artıq kənarlaşacaq. Bu bir mənalıdır. Bizim uşağımız bundan nə dərəcədə effektiv istifadə edəcək? Bizim məktəbimiz, bizim təhsilimiz bundan nə dərəcədə faydalanacaq? Biz onu önə çıxartmalıyıq. Məktəblərin rəqəmsal təminatı ilə bağlı göstəricilər də diqqət mərkəzindədir. Hazırda orta hesabla 6 şagirdə bir kompüter düşür. Osman Gündüz bildirir ki, son illərdə bu sahədə müsbət irəliləyiş müşahidə olunur. İndiki 6 şagirdə deyək ki, bir kompüterin düşməsi indiki zaman üçün düzgün deyil. Yaxşı göstəricidir. Elə Avropada, dünyada baxsaq, bu bəzi ölkələrdə bundan daha acınacaqlıdır. Mən düşünürəm ki, burada elə də bunu deyək ki, təhlükəli hesab etmək doğru olmazdı. Çünki bu nəzər olaraq 6-ya 1-dirsə, amma məktəblərin çoxsunda kompüterləşmiş siniflər var. 1, 2, 3, 4, 5 və s. Yəni ona nail olan məsələni belə qoymaq lazımdır ki, məktəblərdəki bu kompüterləşmiş sinif otaqlarından, laboratoriyalardan nə dərəcədə effektiv istifadə olunur? Mən hesab edirəm ki, 63% məktəbdə geniş zolaqlı internetin olması, 82%, bu da 63% məktəb olsa da, bu əslində 82% şagirdin əhatə olunması deməkdir. Rəqəmsal texnologiyaların inkişafı fonunda həm süni intellektin təhsildə səmərəli tətbiqi, həm də məktəblərin texniki imkanlarının mərhələli şəkildə gücləndirilməsi prioritet məsələlər sırasında yer alır.